Yadınızdadır, bir video çəkmişdim viza haqqında. Yəni Çinə viza ləğv olunur, bütün blogerlər bu məlumatı yaydı. İndi mən onun nəticələri ilə rastlaşıram. İnsanlar getdi, bunlara qulaq asıb getdi, biletini aldı, otelini ayırdı. Mən o vaxtı deyəndə ki, mən kiminsə bura vizasız gəlməyindən narahat deyiləm. Amma mənə təbii ki, yanlış anladılar. Yazırdılar ki, nəyin için niyə göynüyür, nə bilim neyinir, belə boş-boş şeylər. Vizaya 5 nəfər gəlir, ya 15 nəfər gəlir, mənə nə əlaqəsi var? Nəysə, yəni dostlar, mən elə bunu nəzərə tuturdum. İndi də mənə yazırlar ki, bəs biz biletimizi ayırmışıq, bəs biz otelimizi ayırmışıq, amma viza ləğv olmamışmış. Bəli, dostlar, yəni sizin buradan ehtiyat eləmək istəyirəm ki, elə mən dediyim kimi oldu. Bu məsələ imzalanıb, təsdiqlənib, amma hələ bir müddət zaman istəyir ki, bu prosedurdur, bu olmalıdır, bu normal bir şeydir. Sadəcə baxış üçün blogerlər bunu sizə necə deyərlər, təqdim elədi, amma yenə hər məlumatı yoxlamaq lazımdır. İnternetdə, əsasən də TikTokda olan məlumatlar 60-70% yalandır. Ya da doğru deyil, ya da biraz natamamdır. Hər kəsə uğurlu günlər, sağ olun. Görüşərik.